Deməli usta, bu gözəl nemətlər nədir belə? Assalamu aleykum və rəhmətullah və bərəkət. Dəyərli mənim izləyəcəm, dəyərli mənim qonaqlarımız və əzizlərimiz. Bugünkü pərdədə xan kababı hazırlar. Pərdə içindədir, quzu. Bunu mən qısa deyəcəm sizə, vaxt uzunmadı. Bu bağlı vəziyyətdə olanı isti suya salıb silərə var elə, isti suda açılır. Çoxları mənə sirli demir, sirli heç var. Mən sirlimi açıb deyirəm ki, insanlar bilməyəndə qoyduğu var, belə. İsti suda bu açılır, rahat açılır, pərdədir. Bu isti su açandan sonra qəşəng bunu belə tutursuz. Sonra buna qəşəng 2 dənə kore qaşığı dolburur. Bunun içində qozu, mozu, hər şey var. İstədiyiniz keyfiyyətli nemətlərimiz var. Allah həmd olsun. Belə dolduran sonra içdik deyirəm, içdik. İçdik elə hələ bir cihazım. Mənim dünya görüşüm belədir. Mən belə. Birinci belə, bunu yayandan sonra bunu sağ, bir dənə sol elədiniz. Sonra özünüzə çəkirsiniz. Sonra bunu qatlayırsınız. Hadi elə. Qatı sıx vurursunuz. Bu bizim bir posumuz var. Böyle doldur. Maşallah olsun. Maşallah usta, maşallah. Əllərinizə sağlıq. Gəlin yeyin də, kimin üçün eləmişəm. Mən getdim, siz də gəlin. Assalamu aleykum dəyərli dostlar. Bu da bizim xan kababımızın bişməsi. Bax, həmin bükdük qutarandan sonra bax belə. Belə bir gözəllik yaranır. Ha belə.